Salam, hər vaxtınız xeyir. Əziz silahdaşlarım, canım qardaşlarım. 90-cı illərin o çətin, amma şərəfli günlərində 706 saylı hərbi hissədə çiyin-çiyinə xidmət etdiyimiz o günlər hər birimizin yaddaşına qızıl hərflərlə yazılır. Biz o vaxt sadəcə əskər yoldaşı deyil, bir-birimizə can deyib, can eşidən doğma qardaşlar olduq. İndi hər birimiz təqaüddə olsaq da, qəlbimizdəki hərbi ruh, o dostluq ateşi hələ də sönməyib. Bu qrup bizim üçün sadəcə bir mesajlaşma yeri deyil. Bu qrup keçmişimizə açılan bir pəncərədir deyərdim. İstəyirəm ki, bir-birimizə olan bu dəyəri həmişə qoruyaq. Xeyir işlərdə, şad günlərdə bir yerə yığışaq. Hərbiçi olmaq bir taledir. Şərəfli bir ömür yoludur. Allah bütün hərbiçi dostlarımızı o çətin sınaqlardan üzü ağ çıxan silahdaşlarımızı qorusun. Mən bu hisslərimi bir neçə misra şeirlə bölüşmək istəyirəm. Yollarımız kəsişdi o gənc yaşda. Vətən sevgisi ilə, o qardaşlıqla 706'da yazdıq biz bu dastanı, qoruduq hər qarış əziz torpağı. İllər keçsə belə, saçlara dən düşsə də, o səmimi dostluq yaşayır bizdə. Gəlin qoruyaq bu saf ülfəti, hərbiçi ömrümüzün şirin neməti. Yaxşı ki varsınız canım sirdaşlarım. Allah hər birinizə can sağlığı və ailə xoşbəxtliyi nəsib eləsin. Mehribançılığımız əbədi olsun deyirəm. Allah hər birinizi qorusun.